Bugünkü mövzumuz xəritələrdə təsvir üsullarıdır. Tematik xəritələrdə müxtəlif növ təsvir üsullarından istifadə edilir. Bunlardan keyfiyyət fonu, izoxətlər, hərəkət xətləri, areal və nöqtələr üsullarıdır. Tematik xəritələr isə bir tema, yəni bir mövzu üzrə tərtib olunmuş xəritələrdir. İlk öncə keyfiyyət fonu üsulu ilə başlayaq. Şəkildə Azərbaycanın fiziki xəritəsini görürsünüz. Bu xəritə keyfiyyət fonu üsulu ilə tərtib olunmuşdur. Keyfiyyət fonu üsulu təsvir olunan bütün ərazini hansısa keyfiyyət əlamətinə görə fərqləndirərkən tətbiq olunur. Adətən dəyişməyən göstəricilər keyfiyyət fonu üsulu ilə verilir. Məsələn, burada rənglərin hansı məna verdiyinə xəritənin alt sağ küncündə yerləşən şərti işarələr hissəsindən baxmaq olar. Orada hündürlüyü və ya dərinlik şkalası verilmişdir. Yəni, hansı rəngin hansı hündürlüyü və ya dərinliyi ifadə etdiyi müəyyən edir. Bu keyfiyyət fonu üsulu ilə adətən fiziki xəritələrdə gördüyünüz kimi ovalıqlar, yüksəkliklər, yaylalar, həmçinin dağlıq ərazilər verilə bilər. Və iqlim xəritələrində yağıntıların paylanması üsulu da bu üsulla təsvir olunur. İkinci üsulumuz areal üsuludur. Çox diqqətli olun ki, areal üsulu ilə keyfiyyət fonu üsulunu qarışdırmayasınız. Areal üsulunda adətən bu xəritələrdə təsvir olunan coğrafi obyektlərin yayıldığı sahələr təsvir olunur. Və bunlar bitki növləri, heyvan növləri, faydalı qazıntıların növləri və kənd təsərrüfatı sahələrinin areallarını müəyyən edir. Və adətən rənglərin hansı bitki və ya heyvan növünü və yaxud da hansı faydalı qazıntı növünü ifadə etdiyi kənarda bu cür yazılır. Növbəti üsulumuz nöqtələr üsuludur. Nöqtələr üsulu çox rahat bir üsuldur. Nöqtələr üsulu ilə adətən bitkilərin, daha doğrusu heyvanların və insanların sayını müəyyən etmək olar. Bu üsulla hesablama aparmaq çox rahatdır. Bu zaman nə edirik? Əraziyə düşən nöqtələri sayırıq və bir nöqtənin ifadə etdiyi cəmiyyətə vurmaqla sayı müəyyən etmək olar. İzoxətlər üsulunu görürsünüz. Xəritədə eyni kəmiyyət göstəricilərinə malik olan hadisə və prosesləri xarakterizə edir bu üsul. Məsələn, iqlim xəritəsində izoterimlər, izobarlar, izogeetlər, fiziki xəritələrdə isə izohipslər, yəni ikinci adı olan horizontallar bu üsulun növləridir. Və hal-hazırda gördüyünüz xəritədə burada izobarlar qeyd olunmuşdur. Gördüyünüz dairəvi xətlər izoxətlər üsuluna aiddir. Və buradakı xətlər təzyiq sahələrini göstərdiyindən izobarlar adlanır. Növbəti isə hərəkət xətləri üsuludur. Hərəkət xətləri üsulunun adından da bəllidir. Burada hərəkət var. Yəni, bu üsulla yer səthindəki obyektlərin hərəkət istiqaməti göstərilir. Məsələn, okean cərəyanları, nəqliyyat növlərinin hərəkəti, istər hava, istər gəmi, istər avtonəqliyyat növləri olsun, bunların istiqamətləri göstərilir. Həmçinin faydalı qazıntı yataqlarından hasil olunan o ehtiyatların daşınma istiqamətləri, ixrac-idxal, yəni alıb satanların o istiqamətləri, yolları da bu üsulla təsvir edilir. Mövzumuzu ümumiləşdirsək, sizə belə bir tapşırıq verim. Yağıntıların orta illik miqdarının verildiyi Naxçıvanın bu xəritəsində hansı üsulları görürsünüz? Fikirlərinizi rəylərdə yazarsınız.